Ha, bir daha salam dostlar, salam. Geyimimi biraz garip bakmayın, bura biraz serindi. Yani anlayacağınız kıştı yani. Böyle oldu. Ama neyse olsun. Deməli dostlar, gəlin ondan başlayaq ki, baxın son hardasa 4 ay olar bəlkə biraz az çox bilmirəm. Hər gün məktəblərdən danışdım. Hər nəhayətdə məcbur oldum. Dedim ki, diqqət edin. Bu məktəblər qana kan tökülür. Ne o? İlham Əliyevin xoşuna geldi mi? Artık kan tökülür. Bakın, her gün məktəblərlə bağlı ne kadar problem çıkır. Bakın, fikir verin. Dünəndən bu günə azı 5-6 material təkcə mən paylaşmışam. Mən doğrudan siz məktəb məsələsi niye çok vacibdir? Bu ölkənin bütün geçmişinin, geleceğinin, əxlaqının, mənəviyyatının, mədəniyyətinin varlığının əsası təhsildir. Əsası məktəblərdir. Və mənim gördüyüm odur ki, sistem bilinçli şəkildə məktəblərin tamam nüfuzdan salınıb, sıradan çıxarılmasını istəyir. Bununla bir şartısını gördüm mən. Əslində düşündüm ki, ola bilsin ki, bunu yapay zekadan düzəldiblər, amma mahiyyətcə çox doğruydu. Emin Əmrullayevin şəklinlə bir status paylaşılmışdı ki, Emin Əmrullayev deyir ki, gələcəkdə müəllimlərə dövlət pul ödəməyəcək, müəllimlər dövlətə pul ödəyəcək. Yəni bu nə deməkdir? Bu demək ki, artıq məktəb olmayacaq və müəllimlər əslində kim ki o bacarıq imkanı var, bu repetitorluq sistemi olacaq. Orada da müəllimlər qazancından dövlətə vergi ödəyəcəklər. Yəni anlayacağınız olsun ki, Azərbaycanda məktəbləri sıradan çıxartmaq siyasəti yürüdülür və genəldə yürüdülən siyasətin özü budur. Məqsəd nədir? Təhsilin ardınca səhiyyəmiz də gedəcək, iqtisadiyyatımız da gedəcək, sosial həyatımız zaten alt üstü, biraz da alt üstü olacaq. Bütün bu diplomatiyamız eninde sonunda her şey, öyle ya da böyle her şey təhsillə bağlıdır. Bakın, demək dünəndən bu günə müəllimə danışır. Müəllimə, yaşlı başlı müəllimə. Direktörün hakkında danışır ki, bu pul yığılır, nem fond pulu falan pulu. İllerdir bu danışılır. İllerdir bu devlet, bu hükümet, bu hakimiyet, bu ne bileyim, bu sistem sanki rüşvet meselesinin karşısına alabilmir. Nazır çıkır deyir ki, burada ne problem var ki, biz okuyanda da pul verirdik de ha. Mesela şu məktəbə eləmi? Yani orada bir elə belə mötərizatçı bir şey de diyeyim. Finlandiya'nın təhsil naziri cavan bir gəlindir, kız uşağı belə. Yani. Ondan soruşmuşlar ki, Finlandiya'da niye təhsil pullu değil? O demiş ki, bura məktəb bazar değil. Azərbaycan məktəblərini rəsmən bazara çevirir. Rəsmən bazara çevirir. Müəllimə durur, etiraz edir. Baxın, illərdən bəridir. Məktəblərdə müəyyən mənada müəllimlərin etiraz olub, valideynlərin etiraz olub, bəzən şagirdlərdən nəsə və bütün zamanlarda etiraz edən müəllimlər, etiraz edən valideynlər günahkar bilinib, suçlu bilinib, ötancı adlandırılır. Ne bileyim, şadan, ne şadan. Müəllimə deyir ki, yaxşı, bu təmizlikçi var mı orada, təmizlik işləyən? Buna ayda manat müəllimin pulu verir. Belə çıxır ki, o təmizlikçinin, o texnik işçinin maaşı, o maaşı, bir şəraitdə bu müəllimlər ağlayaraq, o pullar doğrudan mı o üçün yığılır? Və nəhayətində açıq baş təhsillərin açıqlaması elə ki, müəllimə qeyri-pedagojik məktəbdə anlaşılmış bir şeylər yəni müəllimə günahdır. Çünki müəllimədə bütün zamanlarda müəllimələr etirazçı müəllimələrlə o qədər davranır digəri cəsarət etməsin. İndi həyat belədir ki,
tutaq ki, yaşlı başlı bir müəllim və yaxud da müəllimə dözmədə etiraz edəcək, dərhal cəzalandırırlar. Dərhal. Bu demək ki, adam 40 yaşında, adam artıq. Bunu pensiyaya çatmıyor. Her ona pensiya verəcək Allah. Bunun 5, 10 il, 8 il, 9 il bu gece yaşayacaq. Və bunun okulun altında hamısı ama görürdə bütün bu yananların mahiyyətində və məqsədində nə var? Məktəblər məktəb olmaqdan çıxsın. Şimdi bir dünən hamı şagird müəllimi odlu silahla vurdu. Dediler o ama uşaq 8. sınıf uşağı gelmiş ya, bunu da böyle diyeyim. Uşağın çok sərras, hiç müəllim, hiçbir müəllim, hiçbir məktəbləri, hiçbir, hatta bu rəsmi qurumların təmsilçiləri bu kadar sərras ve bu kadar rahat kamera karşısında danışan ben görmedim. Xüsusilə məktəblərlə bağlı. Və orada bir söz işlətdi, avtomat dedi, aka nəsə dedi belə. Ov tüfəngi deyirlər, uşaq deyir, avtomat idi. Və deyir, bir daha deyirəm, uşağın danışığı o qədər sərras ki, uşaq çox normal uşaqdır, yaxşı oxuyan uşaqdır. Onu məktəbdə sıxışdırırdılar, falan edirlər. İndi artıq gün ərzində baxıram, məlumatlar gəlir. Bu uşaq sən demə, əvvəldən də belədə olub, nə bu kompüter oyunlarına meyilli olub. Kompüterdən təsirlənib gəlib müəllimə güllə atıb. Ya insafınız ya vicdanınız olsun adamlar. Ben doğru bulmadım. Hiç doğru bulmadım. Zaten her zaman bu şagirdin bu addıma gitmesinin hiçbir beraati yoktu. O ayrı mesele. Ama bizim cinayet məcəlləsində de var. İnsanları cinayete tahrik eləmək. Ne baş verməlidir ki məktəbdə bir 10. sınıfta okuyan artık ergen bir cavan oğlan, yeni yetmə bir oğlan eline silah alıp gelip müəlliməyə güllə atsın. Ben demiştim indi o müəllimə de olsun ama bu məktəblərdə total şəkildə biraz da göze gəlimli 28-25 yaşından 35 yaşına falan kadınların, xüsusilə qadınların və gözə gəlimli qadınların məktəbə rəhbər gətirilməsi bu bir sistemdir. Və nəticədə orada nə baş verib? Mən o imam bir yerə gedir, cumam bir 100 yerə. Mən bütün hallarda bunun elə belə təsadüfdən yox yerdən uşağın kaprizi yaxud da kompüterdən təsirlənməsi kimi baxmıram. Kim nə cürə baxır, baxsın. İndi o araşdırılacaq, nə bilim, indi bu hüquq mühafizə orqanları falan necə araşdırılacaq? Bir daha altını cızıb deyirəm, cinayət məcəlləsindəki cinayətə təhrik eləmə, hətta intihara təhrik eləməsində o uşaq intihar edib, təsəvvür edirsinizmi? 10. sınıfda oxuyan, yəni bilmir, mən ən çox o uşağın dediyini etibar edirəm. Kim bu sonradan o senzuradan keçən fikirlərdən dolayı. Anlatabildim mi? Ben o uşağın dediğine daha çok etibar edirəm. Normal ağlı başında olan, oxuyan və həm də məktəbdə sıxışdırıldığı deyilən bir uşaq öz-özünə bu yəni 3-cü sinif, 2-ci sinif uşağı deyil, təsadüfdən, nə bilim. Və necə ola bilir ki, özəl həm də xüsusi bu qorumalı olan məktəbə şagird silahla çox rahat gəlib bütün bariyerlər aşaraq, yəni orada da bir yani bir çatışmazlık, ciddi sorun var demektir. Məktəblərin korunmasında. Yadınıza gelir mi? 30 April Azidə bu Neft Kimya Enstitüsü'nün qətliam yadınızdadır mı? Orada da ne elədilər? Böyle silahla geldiler. O kadar insanları qətl olunan oldu. O yaralandı. Axırda da bir yetim bir uşağı orada öldürüp boynunu attılar. Sen demek bütün bu işleri bir görübmüş. Ve ümumiyyətcə, bu bir şey de deyim. Bu yaşta bir genç bir adamın eline silah alıp bir insana karşı hele müəllimə karşı silah işletmesi burada mütləq ciddi sebepler var. Ve
dadın baş ucalığı onda olacaq ki, bu hüquq mühafizə sistemi nəhayətində həqiqətləri ortaya çıxartmağa çalışsınlar. Daha nə bilim, orada tərəfdən, bu tərəfdən rüşvət yığıb, pul alıb, o cinayət məcəlləsində. İndi mən bunları bilirəm, elə boş yerdən danışmıram. Mən indi, özünüz bilirsiniz, mən məhkəmələrdə ömrümün yarısı keçib. Mən bu hüquq mühafizə sisteminin necə çalışdığını çox gözəl bilirəm. Özüm də biraz əslində o sistemin adamı olmuşam uzun illər. Zarafat deyil. 18 il. Elə. Ona görə baxın, sonra nə baş verdi? O birisi məktəbdən fizika müəllimi boş sinifdə oturub, qabağında jurnal, tək bir cəməl şagird yoxdur. Emin Əmrullayev haradadır şagirddə? 11-ci sinifdə sabah imtihana gedəcək. Yəni, həm də fizika kimi önəmli bir fəndən imtihan verəcək. Uşaqlar haradadır? Müəllim oturub təkcənə bir nəfər yoxdur, sinifdə. Bir nəfər yoxdur. Haradadır uşaqlar? Bəs dünəndən bu məsələ baş verib. Bir araşdırma, bu uşaq güllə atıb orada dərhal bütün hər gün danışırlar. Hələ bir ay, 2 ayda danışacaqlar. Bəs bir sinifdə, bir məktəbdə, 11-ci sinifdə dərs saatında bir nəfər uşaq yoxdur. İndiyə kimi bir araşdıran, bir maraqlanan, bir məktəbin direktorundan, məktəbin rəhbərliyindən, sinif rəhbəri falan bunlar hamı alacağı pulun peşindədir. Bəs bu soruşan oldu mu ki, bu uşaqlar hanı məktəbin uşaqlar? Və bu günləri səhər tezdən təzə bir xəbər gəldi. Hansısa məktəbdə bilmirəm, orada sonradan baxdım onu siliblər, götürə bilmədim. Kütləvi şagirdlər arasında dava. Bu demək ki, artıq məktəblər həm də razborka yerinə çevrilir. Məsələ nədir? Aylardan bəri özümü öldürdüm burada, lezvaladım özüm. Bağırdım, çığırdım, yalvardım ki, aman aman, kan töküləcək. Diqqət eləyin. Bir gedin, bir danışın. Məsələm üçün deyirəm, indi önəmli deyil. Mən zaten bilirəm, bütün məktəblərdə problem var. Azərbaycanın bütün məktəblərində öyle böyle problemlər var. Mən 48 nömrəli məktəb burada var, məsələm üçün. Dəfələrlə dedim, bax, indi az da çəkmək mən istəmirəm. Adamların, yenə deyirəm, mən burada hakim da deyiləm, prokuror da deyiləm, mən şikayət kəsmirəm, bildim mi? İş verənlik zad da deyiləm. Mən sadəcə orada gedən prosesi gördüm və dedim, indiyə kimi deyin ki, bəlkə mən doğrudan elə qərəzliyə, bəlkə mən bu məktəbə elə şərə atıram, ya mənə bir sual verən, bir zəng vuran, bir maraq, ya məktəbə gedən, ki, qardaş, bu məktəbdə nə baş verir deyən olub mu? Və sabah bir gün orada da daha betər bir hadisə törənəcəksə, heç kim təəccüblənməsin. Bütün bunlar nəyin göstəricisidir? Bütün bunlar dediyim kimi onun göstəricisidir ki, Azərbaycanda məktəblər, məktəb sistemi artıq ləğv olunmaya hazırlanır. Məktəblər getdisə, bu kütləvi savadsızlığa gətirib çıxaracaq. Mən bir vaxtda demişdim ki, artıq Azərbaycanda, hələ məktəblər olar, kütləvi o Sovet vaxtı, təzə vaxtlarında Sovetin bu 20-ci illərdə likbez kursları deyirlər, likvidasiya bezgramotnosti, savadsızlığın ləğvi kursları. Azərbaycanda artıq ona ehtiyac var. Və Azərbaycanı kütləvi şəkildə savadsızlığa sürülürlər. Yəni yetişən o nəsili. Və təsəvvür edin, indi bilənlər bilir, o arada, məsələn üçün, bu imtahan komissiyası ilə Təhsil Nazirinin arasında hər zaman problem var. Bunlar hamı özünü təsdiq eləmək istəyir, niyəsə. Məsələn, imtahan komissiyası açıqlama verir ki, məsələn, ana dilindən tutaq ki, 92% uşaq 2 alıb ana dili imtahanını. Bu nə deməkdir? İmtahan verənlərin toplamın 92%-i 2 alıb. Demək, bu məktəbdə dərs olmayıb. Nə olub? Bax, o dediyimiz hazırlıqlar var, o nədir, repetitor sistemi. Bir uşaq, məsələn üçün, fizikadan, kimyadan, məsələn üçün, biri, nə bilim, İngilis dilindən falan hazırlığa gedər, onun sırf o sahədə hansısa bilgiləri və bilikləri ola bilir. Amma ana dilini bilməyən uşaq, ana dilindən imtihandan, niyə bu qədər kütləvidir? Çünki o uşaq heç o ana dilinə marağı da yoxdur. Çünki o ana dilindən onun sorunu yoxdur. O qruplar var, birinci qrup, ikinci qrup. O qrupların hərəsinin öz fənni var. Kimya, biyologiya, fizika, orada riyaziyyat, orada nə bilim filan, İngilis dili. Əsas, yəni bütün hallarda Azərbaycanın təhsil sistemini məhvə aparırlar.
ve davamlı olarak dalbadal bütün xüsusilə bu müstəqillik döneminden bu üzü bəri olan bütün nazirlerin bu suç değil, bu adice günah değil. Bu milletin ve devletin geleceği ve milletin tarihi karşısında törədilen ağır cinayettir. Çok ağır cinayettir. Ve bu cinayete məsuliyyət daşıyanlar, mən o vaxtda bizim bir hörmətli bir dostumuz sonradan rəhmətə getdi. Onun kitabından istat vermiştim. Deməli, doğum evindən qəbir evinə də törənən cinayətlərin məsuliyyətini kim daşıyır? Və orada açıq yazmışdı. Məsuliyyət ilk növbədə nazirlərin, təhsil naziri olan kişilərin, prezident aparatında humanitar sahəyə və bu sahələrə məsul olan adamların, bir də tabii ki prezidentin bu cinayətdir. Adamlar başa düşür. Mən İlham Əliyev, Dəmir Yumruq filan, Müzəffər Ali Başkomandan bu ayrı şeydir. Ama bayaq dedim ya, o gün də bu hafta demiştim. Məktəblər müsəlləh əskər kimi hər bir təhsil işçisinin milletin keçmişinin, geleceğinin, tarixinin, əxlaqının, mənəviyyatının, mədəniyyətinin, musiqisinin, hər şeyinin, varlığının qorunmalı olduğu yerdir və təhsil işçiləri müsəlləh əskər kimi hər gün o qulluqda, o xidmətdə bulunmaqla mükəlləfdirlər. Amma nə baş verir? Birinə güllə atırlar, birini vurub çənəsini qırırlar, birini məktəbdə şagirdlər adın ortasında ocaq qalayıb, qayğınaq pişirib yerirlər. O birində kütləvi dava gedir. Və bu dəfələrlə demişəm, tək bir məktəbdə olsa, mən öz adıma deyirəm, tək bir məktəbdə olsa, mən sinəmi qabağa verib o məktəbin qapılarını bağladaram, mən buna tək özüm, mən buna gücüm çatar. Amma burada ayrı məsələ çıxır. Mən necə eləyəcəm bunu? Yəni bu hüquq mühafizə sistemi var bu ülkenin. Dediğim için prezident aparatı, nazirler filan filan. Ya kardeşim, bu ülkede hamı bak baş verenlerde maraqlı görsənir. Dedim ya, müəllimə çıxır etiraz edir. Müəllimə günahkardır. Valideyn etiraz edir. Valideyn şər atdı. Pul yığılır. Məktəbdə pul yığıldığını kim bilmir? İndiyə kim? Fond pulu, ne bileyim ne pulu, ya süpürgəçi pulu, süpürgə pulu, ne meyl pulu. Kim bilmir bu? Axı, bu polis rəislərində, icra başçılarının da, onun prokurorların da, hakimlərin də, laf o prezident aparatında işləyənlər, bunların da yollatları məktəbdə oxuyurlar axı. Özlərinin, qohumlarının, qardaşlarının bu məktəblərdə və bunlar hamı hər şeyi bilir. Amma bir kimsə buna dur demək istəmir. etiraz edenleri de bastırırlar, necə deyərlər, bax belə şərliyirlər, günahkar çıxardırlar və həm də çox ağır şəkildə görk olunacaq. Əslində ağır deyəndə bir şey yoxdur. Müəllimlikdən mən elə qutaracaq adamın taleyi sönür. O zaman da yerdə hətta ürəyində etiraz edenlər belə ürəyindən etiraz çıxardırlar. Aman aman, mənə toxunmasın. Bax, problem budur. Azərbaycanda təhsil sistemini məhvə hazırlayırlar. Əslində proses bəlkə də dönmə sağlanıb, amma bütün hallarda məktəb olmayan ölkənin gələcəyi yoxdur. Bir də ayrı bir problem var. Baxın, niyə belədir? O məktəbdə elə, bu məktəbdə belə, bu. Çünki hər məktəbə təzə gələn təyin olunan direktor, qadın olsun, kişi olsun, dəxli yoxdur o. Hər direktor özünün qaydalarını gətirir məktəbə. Bütün məktəblərdə ordu sistemi olduğu kimi, bütün məktəblərdə eyni qaydalar, dövlətin təyin elədiyi proqramlar və təlimdə dövlətin təyin elədiyi nə varsa, bütün məktəblər onun üzərində çalışacaq. Hər gələn direktor özünə komanda yığacaqsa, hər gələn direktor öz qaydalarını qoyacaqsa, hər gələn direktor öz yaxın adamlarını, birini sinif rəhbəri, birini laborant, birini ad yazıb, öz qohumlarını o texniki adlara cəlb edib, oradan pul tutmağa çalışacaqsa, o zaman təbii ki, belə olacaq. Və bunu da bu üst qurumlar var da, bu nazirlik, təhsil şöbələri, sonra nazirlik var, sonra prezident aparatı var, enində sonunda prezidentin özü var. Və bu məlumatlar, bu bilirsinizmi,
bir kəşfiyyat diye bir şey var. Bir de əks kəşfiyyat diye bir şey var. Ha. Əks kəşfiyyat nə ilə məşğuldur, bilirsinizmi? Bax, məktəblərdə, institutlarda, ordu sistemində, polis sistemində, bu həbsxanalarda, yəni qapalı olan və dövlətin maliyyələşdirdiyi bütün idarələrdə dövlətin o dediğimiz proqramlarını necə həyata keçirir, nəzarət edir və hər gün əks kəşfiyyatın xəttindən hər gün məlumatlar gəlir əlilli qurumlara və o qurumlar analiz edib vəziyyəti, düz olan vəziyyəti daha düz eləməyə, əyri gedən şeyləri isə düzəltməyə mükəlləfdirlər. Var mı belə bir şey, belə bir sistem var mı? Əgər belə bir sistem varsa və hər gün bu məktəblərdə rüşvətin türyan elədiyi, bu başı pozukluğun, hər gələn direktorun öz qaydasını qoyduğu haqqında məlumatlar gəlirsə, ölçü götürülmürsə, dediyim məsələdir. Demək, yox, gəlmirsə demək dövlətin özü yoxdur. Dövlət, əks kəşfiyyat olmayan dövlət yoxdur. Yox demək. Və mən indi bilmirəm necə deyim ki, məsələ üçün da. Deyirəm, səhər baxıram, məsəl üçün, ilk növbədə çalışırlar, sistem özünü qorumağa çalışır. Məsələ çıxırdı ortaya. Burada sorun var, ciddi problem var. Problemi həll eləməkdən çox, çünki axı direktorlar öz adamlarını qorumağa çalışırlar. Direktorları təyin eləyənlər, indi kimin imanım Allah'a qalır, kimin sevgilisidir, kimin dostudur, kimin qardaşı oldu, kimin kürəkənidir. Onlar da özününküləri qorumağa çalışırlar. Və nəticədə nə olur? Vəziyyətin, problemin nə qədər böyüdüyünü göstərməyə çalışan adamlar suçlu qismində, günahkar qismində ifşa olunurlar. Və o ifşaların üzərindən də getdikcə o etirazçıların belə deyək ki, etirazçılar etiraz eləməkdən çəkinirlər, vaz keçirlər. Yadınıza düşəcək, İmişildə idi, səhv eləmirəmsə, məktəbdə bir müəllimə var idi. Həyətdə uşaqları oturdub, yay vaxtı dərs keçirdi. Onun başına gələnləri bilirsin. Adam işləndə çıxarılıb, barəsində cinayət açılmışdı, bilmirəm, indi orada nə qarırlar, neyinlə, o cinayət işinin axırı nə oldu. Ya Naxçıvanda bir müəllimə direktorla savaşmışdı, böyle bir şey var idi. Elə, həmin müəllimə də işdən çıxarıldı və onların haqqında artıq cinayət dosyası yığılır. Nə olub? Adamlar etiraz ediblər. Adamlar belə bu şəraitdə məktəb olmaz deyiblər. Doğrudan da bu şəraitdə məktəb olmazsa, o zaman adamlar əksinə təltif olunmalıdır, adamlar təşviq olunmalıdır, adamlar önə çıxarılmalıdır. Biraz adamlar məsuliyyətlə yüklənməlidirlər. Daha yox, hamısı günahkar. Bax, etirazda bu indiyə kimi deyil. Məktəb, qalan məktəbləri demirəm. Bütün qurumlar o gündədir. Məktəb sistemini deyirəm. Bir dənə deyin ki, bir valideynin, bir müəllimənin ya bir şagirdin hər hansı şəkildə etirazına haqlıdır deyib ölçü götürüblər. Var mı belə bir şey? Hətta o qədərini deyəcəm sizə. Bir ara bilmirəm, bu rayonların hansındasa deyilənə görə yaşı da çox deyil, hatta 70 yaşı bilmirəm. Belə bir müəllim demişdilər ki, 8-ci sinifdən qız uşağına təcavüz edib. Belə bir o vaxtı yazırdılar. Nə baş verdi orada? Sonradan həmin müəllimə bir il iş verdilər. Bir il. O zaman sual yaranır. Əgər bu doğrudan bu müəllim belə bir qələt eləyibsə, bunun cəzası elə bir görk olmalıdır ki, daha heç bir müəllim yaşından sonra belə şeyə ağlına belə gətirməz. Yox, əgər müəllimə qarşı haqsızlıq varsa, kimsə onu şərrəmək istəyibsə, o zaman bu bir il nəyin bir iliydi? Amma bu nə deməkdir? Bu o deməkdir ki, hərəkət eləyir. Kimin gözü kimdə var? Yəni bir il nədir ki? Bir ili o da deyir, şikalatını sürüqdür. Bir ayağın üstə yatıb çıxarsan. Əvəzində nə olacaq? Bu kütləviləşəcək bu hallar. Və bütün sistem ona yönəlib. Mən qaran verəm, bir daha deyirəm. Axı bu millətin bütün varlığı, dövlətin də, millətin də varlığı bu məktəblərə bağlıdır. Nə baş verir, qardaşım? Biləm eləyib, sənin başına dönüm. Nə ilə məşğulsunuz siz? Bu qədər, yəni, deyirəm də, bax, o vaxtı mən bizə yenə bir mötəriz açım, ha? O general tutuldu, Əkbərov, Rövşən Əkbərov. Bu general tutuldu. Nəyə üstə tutuldu? 20 il öncə Kiyevdə bizim çox da
böyle bir uğurlu biznesmen vatandaşımızı öldürdüğüne göre. Hepsi elediler onu. Ve bunu zamanında 20 yıl önce ne kadar mətbuat yazmıştı onu boş verin. Təkcə mən onlarla özdə belə adından yox ha. Mən Ukrayna prokurorunun həmin öldürülən Elçin Əliyevin anasına göndərdiyi rəsmi prokurorluğun Ukrayna baş prokurorunun məktubunu dərc elədim. Orada yazılmışdı ki, убийство вашего sına, ya ben bileyim, Ekberov Rövşən Telmanoğlu'nun əli var. Bunun üzerinde adama dəyib toxunan olmadı. Hatta iş öyle geldi ki, ben götürdüm bunun gazetin birinci sayfasına, birinci sayfası boyunca şəklini koydum. Üstə yazdım killer, katil yoksa milli qəhrəman general. Buna belə səs çıxmadı. İndi kardeşim, bu sistem belə hamı həm də burada bir ümumi idarə etmədə bir şey var. Bütün rəhbər kadrolar hamısı öyle böyle hansısa cinayətlə bağlı belə də kuru çoxda olmalıdırlar. Çənəsinin altdan, çəngəldə olmalıdırlar. İstənilən zaman bunları şantaj eləmək olur. Nə oyundur belə? Nə ölkədə qurubsuz? Nə eləmək istəyirsiniz? Bir daha həmişə dediyim o cümləni bir də deyim. Bu millətə nə verib sıralanmışsınız? Ya bu məktəblərdə bu qədər, yəni 4 aydır mən danışıram. 4 aydır dedim ki, kan töküləcək. Dedim, bir də dedim. Yox, heç kim vecin olmadı. İndi kan tökülüb, hamı çalışır. Gah uşağa nə deyirlər, kompüter oyununa baxıb təsirlənib. Biriləri deyir, bu uşağın əvvəldən də belə problemlər olub. Ya bu gözləniləni, yaxşı gözlənilən var isə bunu niyə ölçü götürülmədi ki? Yəni, bir daha deyirəm mən, hamıdan çox mənə lazım deyil. Amma mən öz adıma deyirəm, mən bu ölkənin bütün hər şeyinin, varlığının, gələcəyinin, yoxluğunun hər şeyi təhsildən keçir. Və bu təhsil Azərbaycanı məhvə aparır. Azərbaycanın məhvə aparır. Bütün o idarə etməsindən, yönətimindən, hər şeyindən. Və buna məsul olan adamlar var. Heç kim məsuliyyət daşımır. Heç kim də bunun qarşısını almır. Bir daha deyirəm, o 48 nömrəli məktəb orada. Düzdür. Neçə dəfə deyirəm, ad çəymürəm, adamların adını özüm çəymürəm. O, indi hərənin bir, nə bilim, o qadın xaylağı var orada, indi kişi də olsun, nə bilim. İndi hərənin həyatı var, ailəsi var. Mən bunlarla düşmənçiliyin də adım yoxdur. Mən həm də onların özünü bu xəttalardan çəkindirmək üçün çalışıram. O nə baş verir? Mənə cavab gəlir oradan. Gitsinlər, biraz da artıq danışsınlar. 50 min verib almışam, 70 min verib almışam. Məktəb bizi buradan İlham Əliyev də dəyişdirə bilməz. O saqqallı kişi nə deyirdir, özünə görədir, bildin. Amma bu qədər şeyin qarşılığında bir adam maraqlanar axı. Bir adam gedər soruşar ki, qardaş, məktəbdə nə baş verir? Mən indi yenə deyirəm, mən hamıdan çox lazım deyil. Mən də nə bilim, özümü də belə davara da saymıram ki, düzdür. Bir adamdan soruşarlar ki, Kərdar bəy, bu nə məsələdir? Bir oturaq söhbət eləyir. Mən də heç hərəkət etməyəcəm. Niyə getmirəm, mən deyim sizə. Bax, gedərəm, məktəbə də gedərəm, o təhsillərdə. Sabah onlar hamısı prokurorluqda gəbərzə yazacaq ki, gəlib bizi şantaj edirdi. 10 min pul istəyirdi. Əvvəz məsələsi yadınızdadır da. Nə zəhin vurmuram, nə də getmirəm, bilə. Amma mən doğru bildiyim və məktəblərdə və məktəbdə, tək o məktəb deyil, özdə dəfələrlə demişəm, indi görürsünüz ki, bax, heç bu məktəbləri mən bilmirdim ki, özünə çıxdı ortaya, düzdür. Amma bu çevrədə neçə məktəb var, mən gündə adamlarla görüşürəm burada və mən buradan Astanovkaya bir 60-70 metrdir. 60-70 metrə yolu mən çıxıb Astanovkaya çatana qədər və Astanovkada avtobus gəlincə qədər azı 20 nəfər. Biri dərdini deyir, biri sual verir, yəni mənlə danışırlar. Bunun içində müəllim də var, bunun içində nə bilim, ayrı peşə adamlar da var. Amma xüsusilə müəllimlər. O da niyə? Mən son vaxtı məktəblərdən çox danışıram deyə. Adamlar gəlirlər, salam verirlər. Mən falan kəsəm, falan məktəbdə müəlliməm, falan məktəbdə. Hamısında mahiyyətcə proseslər eynidir. Bu nə deməkdir? Bir daha deyirəm. Bu o deməkdir ki, sistem və yürüdülən siyasət bu yöndə yürüdülür. Yoxsa bunun qabağını alırlar. Bu qədərinə imkan vermək olmaz ki, məktəbdə dərs vaxtı bu şagirdlər yığılıb ortadan ocaq qalıb, sinifin ortasında qayğına pişirib, yeyib bunu çəkib yayırlarsa, o məktəbdə artıq idarə etmə tamam bitib deməkdir. Həmin idarə etmə bu yöndə yerindədir. Dərhal, indi biz hərbidə olanda, indi bizdə burada da elə şey olmur. Bu boyda Tərtər hadisəsi
Hələ bir komandirdən bir sorğu sual olmuş ki, sən burada nəyə baxıbsan? Bizdə orada məsələn üçün bu Sovet vaxtını deyirəm. Məsələn, adicə bir doğrudan komandirin dəxli və xəbəri olmayan məsələ baş verirdi. Bölükdə hərbi hissədə falan düzdür. Dərhal birinci iş komandirlər gedirdi. Birinci iş. Çoxunun rütbəsini alırdılar, çoxunun yerini dəyişirdilər. Niyə? İndi deyirəm də, məktəbdə bu qədər olay yaşanır və indiyə kimi yaşanmaqda gedir, məktəbin rəhbərliyi dəyişmir. Niyə? Çünki onlar əslində onları təyin edənlərin tapşırıq da budur. Mümkün qədər məktəb nüfuzdan düşəcək, təhsil öləcək, təlim ümumiyyətcə sıradan çıxacaq və nəticədə nadan, savadsız, biraz da nə bilim, bax bu, nətər deyim, bu pis əməllərə meyilli, narkotikliyə, nə bilim, ədəbsizliyə, arsızlığa, ondan sonra tərbiyəsizliyə meyilli kütlə yetişəcək. Və genəldə ölkənin gələcəyinə buna verəcək. Onu bir adamlar bir düşünsə yaxşıdır. Düşünməlidir arasında. İlham Əliyev, sən indi belə söyləyib, bir daha deyirəm. Mən başa düşdüm, Zəfəri danlıyla. Bu günlərdə bir qadın çıxdı, bayrağı doğradı, saldı ayağının altına, əski parçası dedi, elə. Bayraq nədir? Bayraq bir vətəndaşı, dövlətlə vətəndaşı arasında onu bölbünə kilitləyən simvoldur. Orada da gene bax, etiraz edenler çoxdur. Mən özüm də, yəni bu cür davranışı qəbul etmirəm, amma bir daha oraya gəlirəm. Bəs bunu bu həddə gətirən, təhrik edən nədir? Bir vətəndaş mükəlləf deyil, qarşılıqsız, heç bir qarşılıq olmadan bu vətəni, bu milləti sevsin. Yəni, dövlətin də, o Rembo filmi var, məşhur. İndi cavanlar ölçü onu bilməz. Rembo filminin çəkilmə məqsədi oydu. Axırda deyir ki, yaxşı biz Amerika üçün hər şeyimizi verdik, canımızı verdik, gəncliyimizi verdik, müharibələrdə, əsirliklərdə çürüdük. Bəs bu Amerika bizə nə verdi? İndi yaxşı bu qadın götürür, yazır, dərdi var, şikayəti var, illər ötür. O zaman, yəni bunun özü də cinayətə təhrik daha doğrudur, nəinki o qadını linç eləmək çıxır. Bildin mi? Məsələ bu qədər sadədir. Bu qadını linç eləməsi kolay. Hamı da yazır, ay bayrağımız filan filan. Nə bayraq? Adam bu bayrağın altında oturan, və bayrağın altında 100 cürə əməl törədən, rüşvət alan, korrupsiya qurşanan, nə bilim, yerlibazlıq, qohumbazlıq, tayfabazlıq eləyən, nə bilim, gündə 100 cürə cinayət törədən, restoranlar, barlar saxlayan, bayrağın altında oturur. Nədir bu? Üzr istəyirəm, bu fahişəxanalar saxlayan adamlar. O zaman onların bayrağa hörmət ilk növbədə onların işidir. Bildin mi? Amma bir vətəndaş da canı boğazına yığılanda deyir, su beyimunun boğazına çıxında balasını əqləyir. Yəni, bir daha deyirəm, doğrudur mu? Heç doğru deyil. Bayraqla bu cür davranılmaz, amma bir adam, bir insan canı boğazına yığılanda gedib candan qiymətli, candan da hamı o su meymunun boğazına çıxar məsələsi də onunla bağlıdır. Orada bildin mi? Bir insan gedib intihar eləyirsə, intihar canına qıyırsa, o zaman bayrağa da qıymaq o heç söhbət yeri deyil. Bəs o qadın intihar eləsə nə olacaqdı? Bayrağın yerini özünü kəssəydi, bax belə, kameranın qarşısında. Qıyma özünü kəssəydi, özünü. Qanını axsaydı, bax o ekrana, ondan ağaracaqdıq. Ona nə dəyəcəkdik? Onda kimi qınayacaqdıq? Yəni, vəziyyəti o yerə gətirənlərdədir problem. Mən düz 26 ildir işsizəm. 26, mən özüm deyirəm ha. 26 ildir. Mən hələ də, mən Sərdar Əlibəyli, mən hərbi xidmətdən niyə, nə üçün, nə səbəbə kənarlaşdırıldım, sualının cavabını ala bilməmişəm. Mən, indi bu qədər özünə görə da indi sözü söhbət olan adam. O zaman bir qadını, bayrağı niyə kəsdi, bayrağa toxunmaq olmaz. Bir daha deyirəm, canına qıyan, o qadın o hətta gəlib kameranın qabağında özünü də doğraya bilərdi. Bax, belə qanını axıdardı, bax. Da kameraya çırpardı belə. Və cəmiyyət hop belə bir yerindən durardı, şok. Onu mu istəyirsiniz?
Dedim ya məktəblərdə qan töküləcək. Töküldü. Bugün bayraq elədi, nəticə yoxdur. Sabah özün doğrayacaq. Siz neyinirsiniz? Niye bu insanlar bu həddə gəlməlidir ki? Və ayrıca bu fonda nə baş verir? Yəni məktəblər haqqında hesab edirəm ki, bu qədər yetər yəni. Nə ehtiyac var? Zaten hər gün danışırıq. Bu fonda nə baş verir? Bu fonda papasının balaları, məsələn, Tahir Kərimov bir vaxtı Salyan İcra Hakimiyyətin başçısı olub. O belə o qədər qabağa getmiş ki, şəhərlərdən taz düzəldib özünə o məktəb uşaqları belələrində kültürü altdan keçir belə filan o. Sultanların ağlına gəlməyəcək də. Bunun bir oğlu peyda olub, harada bilmirəm, Rumuniyada. Adam deyir, mən 25 ildir Rumuniyada yaşayıram. Rumuniya vətəndaşıyam, düzdür. Adam çoxdan Azərbaycana əlaqəsini üzüb. Və araşdırmalar deyir ki, bunun təkcə Rumuniyada 40 dənə villası var. Azərbaycanda nəyi var, ya yox bilmirəm. Və ayrıca da bunun qardaşı, doğma qardaşı Rumuniyada bizim Azərbaycan Sokarın rəsmi təmsilçisidir. Bunu da mən oradan oxuyuram. Mən bunu araşdıran da mənim işim deyil, amma yazırlar. İndi nə baş verir? Adam açıqlama verir. Deyir ki, mən bütün nəyim var, nəyim yox, 25 ildir qazandığım hər şeyə görə cənab prezidentə borcluyam. Və bunu tək bu demir. Bunu Ziya Məmmədovun oğlu da deyəcək, Kemaləddinin oğlu da deyəcək, nə bilim Ramil Üsubovun da oğlu deyəcək, ondan sonra nədir Gədənin, Mədət Quliyevin də oğlu belə deyil. Bütün icra başçıları, yadınızdadır Novruzəli var idi bir general. Çıxdı dedi, 4 oğlum var, 4 də prezidentə qurban olsun. Ya İlham Əliyev, sənin başına dönüm. Bunların hamısının sənə borcu var. Borçların da qiyməti milyardlarla ölçülür. O zaman bu borçları al, yığ bunlardan. Cəmaatı bu qədər incitməyə neyət? Sən onlardan borcunu alıb yığa bilsən, Azərbaycan büdcəsinin 20 illik büdcəsi yığılacaq. Git al borçları. Adamlar deyir, prezidentin borçlu yox. Bu al da borcunu bunlardan da. Gündə bu qiymətləri qaldırıb, nə bilim, suyun qiymətini, qazın qiymətini, işığın qiymətini qaldırıb, cəmaatdan nə istəyirsən? İstə borcunu. O Novruzəliyə denən ki, bax, qurbanlıq gəlir qabaqda. Denən gətir qurbanlarımı kəs, hələ gör nə qalacaq o. Bağlar baxırdım. Şahin Nəcəfov, buradan da salamlayıram kendisini. Prime TV'də. Çok da böyle çoktan deyilməli olan və çoktan nəsə öyle bir deyilmiş ama çok açıq şey dedi. Bəli, kim deyir ki, Azərbaycanda uşaq pulu verilmir? Verilir uşaq pulu, hem de çok verilir. Ama kimlərə verilir? Nazirlərin balalarına, icra başçılarının balalarına. Ta getirecek müdürüne kadar aç. Alo, Acek müdürü, məktəb direktörü. Bunların, o kız demiş ki, ben onu yanlış buldum. O ifade yanlış idi. Orada çok şey doğruydu ama o her Qaçqının Bakıdakı ev var. Bu yalan söhbət. Elə şey olmaz. Ben dedim, siz Qaçqınlara belə baxmayın. Bu insanlar illərlə, Qaçqınların içində də biraz belə də öz gücünə, qabiliyyətinə, ağılına, biraz da bu Azərbaycanda mövcud şərtdə, o şərtlərə uyğun rahat həyat təmin adamlar var. Ama 10 minlərlə ailələr, təkcə adamlar yox, 10 minlərlə ailələr illərlə yazda, qışda, ilanın, çayağın, yağışın, qarın, nə bilim istinin altında çadırlarda illərlə yatmaq, çadırlarda əskər böyütmək, 2 əskər sonra da geçsin, hatta şəhid olsun müharibədə. Bu elə bir böyük qəhrəmanlıqdır ki, ona görə bu ümumi məsələlərə yanaşmaq doğru deyil. Heç yaxşı şey deyil. Yani Aşıq Ələsgər deyirdi ki, bir adamsan, bir adama namə yaz. Mahal incidi beldən danış. Konkret şəxslər deyirəm də, Qaçqınların içində də kifayət qədər ağıllı da, ləyaqətli də, ondan sonra o təkcə Qaçqınların yox, bizim bu Qərib Azərbaycandan gələnlərin də ləyaqətinlə, namusunla, şərəfinlə yaşayan adamlar. Ha, bu hər yerdə olduğu, bunların da içində dələdüzü də var, dəyyüsü də var, axmağı da var, avarası da var, rüşvətxoru da var, korrupsiyon. Yəni, o sistemə bağlı məsələdir artıq. Amma demək ki, burada bir vəziyyət nətərdir. Qardaş, bütün uzdan tutma, JEK müdüründən, məktəb direktorundan, bağça rəhbərindən tutduğun da kimi bunların hamısının uşaqları, əksəriyyəti ölkədən kənardadır. Olmayanların da ən azı İstanbuldan Qarada 2 dənə ev var. Bəs bunu necə edirlər? Hər ay qiyməti qaldırırsınız, metroda qiymət qalxdı, avtobusda qiymət qalxdı, ondan sonra nə bilim, suyun qiyməti qalxdı, nə var, nə var? Güya bunlar dövlət datasiya verir, bunlar nə pul çatmır, yəni
e, təsərrüfatı saxlamaq üçün iddia belə qoyulur. Amma gedin baxın, bunun hamısının rəhbərliyində olanlar özü biri yox, bir neçəsi. Ha, milyonerdir bunlar. Əgər orada pul yoxsa, bu milyonları bunlar hardan alırlar? Və İlham Əliyev, bax deyirəm, sənə boycunu borçlu sayan, açıq bunu deyən, elan eləyən və milyonlara yox, milyardlara hökm eləyən çocuklar var. Nazir, icra, nə bilim, filan çocukları. Çıx onlardan borcunu al. İstə borcumu, deyən gətirir. Mən borçlu dölsən, özündə bilsən borcunu, prezidenti borç deyim, gətir borcumu ver. O zaman dedim ya, bir həftəyə Azərbaycanın 20 illik büdcəsinin pulu gələcək. Çıx istə bu millətin yaxasından düşün də, enində sonunda da. Adam deyir 25 ildir, mən Rumıniya vətəndaşıyım, 25 ildir Rumuniyada yaşayıram, elə. Və özünü də burada prezidentə borçlu sayır. Nə borcudur bu belə? Bir zəhmət. Bəlkə mən nəyisə qanmıram. O da mahnı oxuyurdu. Namik nəzir meyxanası. Deyirdi, bəlkə mən səhv edirəm. İndi bəlkə mən səhv edirəm. Anlatın da. 25 ildir Rumıniya vətəndaşı olan adam nəyinlə və niyə? Prezidentin, İlham Əliyevin prezidenti dövrü 25 il olmuyor. Yani tamamlanmıyor bak. Düzdür. Adam prezidente borçlu sayır özünü. Nedir mesela? Nedir? Adam icra başçısının oldu. Bak. Milyonlarla pullara bunlar sərəncam verebilirler. Şimdi bunlar. Niye bu belədir? Ona göre çok düz değil. Şahin Nəcəfov bir daha salamlayıram. Şahin Nəcəfov deyir ki, kim deyil uşaq pulu verilir, çox da yaxşı verilir. Bunların kolleksiya maşınları, bunların evləri, bunların villaları, bunların Avropanın, dünyanın hər yerində qəsrləri, ticarət obyektləri, offshorlarda bunların milyonlarla hesabları. Ya üzr istəyirəm qardaşım, daha bu millətdən nə istəyirsiniz, nə istəyə bilərsiniz ki? Və onun özü ayrıca problemdir. Bugün ölkənin bugününə sahib olan, faktiki rayon səviyyəsində, nazirlik səviyyəsində, prezident səviyyəsində, aparat səviyyəsində, bu ölkənin bugününə sahib olanların və sabahına talib olanların, yəni öyle ya da böyle özünü müxalifətçi sayanların tam əksəriyyətinin övladları ölkədən kənardadır. Və illərlə, hətta çoxunun ailəsi də oradadır. İllərlə bu proses belə davam edir. Bu nə deməkdir? Bu deməkdir ki, bu adamlar öz gələcəklərini Azərbaycanla bağlamırlar. Bunlar öz övladlarının, nəvələrinin, nəticələrinin gələcəyini bu ölkələ bağlamırlar. Demək, bunlar bilirlər ki, bu ölkənin gələcəyi yoxdur. Ona görə əlinə imkan düşər kimi ilk iş oğlunu, qızını, nəvəsini, yeznəsini ölkədən çıxardıb oralardan mal-mülk sahibi edirlər. Demək, məsələ budur. Bu qədər bunu anlamamaq, kimsə bunu anlamırsa, vallahi onda mən şübhələnirəm adamların ağlına şübhə edirəm. Bunun heç olmayanın uşağı səfirlikdə istəyir. Və bir şey olan kimi də səfirlikdən çıxıb gedib orada nə alırlar? Nədir? Siyasi sığınacaq alırlar ya da heç gəlmir, qayıtmır ölkəyə. Gedir orada mal-mülk sahibi olur. Nədir bu? Şəhid olmağa da kim gedir? Çomalarda yaşayan uşaqlar, hansıların ki qaz pulu, işıq pulu hər ay o dadda elə bir ki ad qoyublar. Limitlə qaz alan adam. Oğlunu şəhid verən ata-ana bugün limitlə qaz işlədir. Qazi olan gedib indi Allah'ın işidir, Allah qoruyub, güllə dəyib ama ölməyib. Qayıdıb gələn qazı suyu limitlə işlədir. Amma bunların övladlarının pul paradan tuttun, qaza işdən tuttun, nə bilim maşından tuttun, könlündən keçən nə varsa heç nəyə limit yoxdur. Ona görə düz deyil, bunlara uşaq pulu verilir, büyün də verilir. Büyün də həmin problem nədir? Mən bir yerdə deyək ki, baxsan ki, hər hansı formada öyle ya da böyle şartlar var ki, vəziyyət dəyişmək yoxdur, belə bir şey. Və vəziyyətin dəyişməsi üçün bir daha təhsilə qaydıram. Təhsil sistemi məhz dövlətin önərdiyi və dövlətin stratejik maraqlarına uyğun proqramlar üzərinə formalaşdırılıb və illərlə bunun üzərində əsə-əsə bax belə
Bunun üzerinde eserek bak böyle bunu dedim ya bu bir sınırları korumak için, ülkenin sınırlarını koruyan kimi məktəblərdə de milletin taleyini korumak məkanıdır. Milletin taleyine sahiplenmek, milletin geleceğine yön vereceği adamlar orada yetişmelidir. Orada ne yetiştiririk biz? Ne yetiştiririk? Biri müəlliməsində güllə atır, biri vurur müəllimin çənəsini kırır, biri vurur orada. Ne bileyim bu gedir məktəbin oradan sinifin ortasına ocaq qalıb qayağına pişirir. Biri yığılırlar məktəbdə razborkaya çıxırlar, kütləvi dava eləyir. Və buna etiraz eləyən ya valideyn ya müəllim də sistemin özü tərəfindən suçlu elan olunur cəmiyyətə. Və bizdə nə? İndi o deputatların danışıqları var. Gələn verilişdə mən biraz yığmışam orada. Maraqlı deyil, bir komediya baxırsan. Komediyxana. Azərbaycanın deputatlarının, o ictimai siyasi sferi adamlarının elə bir komediyxanaya baxırsan, gülməkdən qarnın cırılır. Bunlar harada yaşamır? Bunlar Marsda yaşamırlar. Bunlar ağacın budağından dünən düşmürlər, dağdan dünən inməyiblər. Yəni doğrudan mı Azərbaycanın Milli Məclisində oturan deputatlar, Nazirlər Kabinetinin nazirlər, ondan Nazirlər Kabinetində çalışanlar, prezident aparatında oturanlar, prezidentin özü de dahil. Doğrudan mı bunlar bu ülkede neler olduğunu bu kadar habersizler ve o kadar rahat. Sayavuz Novruzov deyir ki, əsas sabitlikdir. O sabitlik ki, məktəbdə şagird müəllimi güllə atır. O sabitlik ki, şagird vurur müəllimin çənəsini qırır. Ya müəllim digər müəllimi vurur çənəsini qırır. O sabitlik ki, məktəblərdə kütləvi dava düşür. O sabitlik ki, müəllimə dözmür durur, etiraz edir ki, burada bu direktor bütün dadları keçib, bildinmi? Və hələ bunun nə qədəri cəmiyyətdən gizlədilir, əfəndilər. O sabitlikdir ki, evdən uşağı, mən qaqa şəkərət getmirdim, mən özüm gedirəm, bu da Allah'ın bilməm, cəzasıdır mı, lütfüdür mü? Qaqaşı mən buradan göndərsəm ki, oğlum, get sigaret al gəlmə. Qaqaş gələnə kimi ürəyimi, ciyərim, böyrəyimi bütün yeyib dağıdacam, niyə? Başına bir iş gelmesin. Bu, ne bileyim bu pis uşaqlara koşular. Ne bileyim yolda ne bileyim buradan sigareti çeker yere atar. 500 manat cərimə yazarlar. Ne bileyim böyle her yer insanlar iğne üstü oturan kimi. Bunlar necə yani esas sabitlikdir. Sabitlikdir bu. Bu ülkenin sabitliğinden tutmuş, sakitliğinden tutmuş, asayişinden tutmuş, siyasetinden tutmuş, ondan sonra təhsilindən tutmuş, səhiyyəsindən tutmuş, gömrüyündən tutmuş, iqtisadi sferasından tutmuş, ne bileyim sosyal, ictimai siyasi sfera, her yan zorlanıp, ordusu zorlanıp, asayiş sistemi zorlanıp, ordusu tərtərdə zorlanıp, asayiş sistemini Hacı Məmmədovun əllə zorladı. Milli təhlükəsizlik sistemi zorlanıb Eldar Mahmudovun adına ölkənin ümumiyyətcə bütöv idarə etməsi özləri deyirlər. Mən demirəm ki, Ramiz Mehdiyevin timsalında zorlayıblar bu ölkəni. Hər yan zorlanıb. Belə bir zorlanmış ölkədə biz sabitlik kurmuşuq demək ayıbdır. Çox ayıbdır. Sayavuz Novruzov. Ayıbdır. Siz kimə nə danışırsınız? Rad deyir ki, nədir? Musa Urut. Deyir ki, Azərbaycanda insanların bu İlham Əliyev prezident olandan insanların ömrü uzanır. Salam böyle ki, deyirəm də komediyxana, bilməkdən qarnım çırılsın. Və nəhayət, indi başqa bir məsələ çıxır, Epstein məsələsi. İndi orada bizim nə qədər dəxilimiz, amma mən keçən dəfə vaxtda yazmışdım. Azərbaycanda son illərdə mənim yadımda olan, yəni efirə düşən azı bir 10-12 nəfər az yaşlı uşaq etdiyini mən, yəni buralarda yazılıb və heç biri də tapılmayıb və tapılmamağı bir qırağa hər hansı şəkildə bunların nə olduğu, başına nə gəldiyi bilinməyib. Və o gün mən yazmışdım, Nərmin də daxil. Nərmin məsələsi yadınızdadır da. Birdən çıxar, Nərminin adı Epstein dosyasından çıxarsa nələr olacaq? Ki çox böyük ehtimal da elədir. Çünki indi bizimkilər danışmırlar, heç nə demirlər. Bizimkilər ona, yəni planka var da, plankanı keçmək olmaz. Gərək icazə gəl. İndi mən danışıram, mən də bilmirəm. Ben nə qədər danışa biləcəm o qədər. O boş, onu fikirləşməyin. Və hər kəs öz taleyini yaşayır, amma
Türkiye televizyonlarına baxıram. Türkiyədən indi müxtəlif rəqəmlər ən azı bu illərdə, son illərdə ən azı 10 binin üzərində uşaq, oğlan və ya qız, az yaş uşaq izsiz, tozsuz, izi bulunmadan itib yoxa çıxıb. Və bəlli olur ki, Türkiyə Epstein samolyotı hardasa, orada da rəqəmdə hazır 9-10 dəfə şəxsi təyyarəsi, Epstein şəxsi təyyarəsi ilə Türkiyə gəlir. Bir baxıram da onlar danışırlar. Hələ Türkiyədə o efirlər var. Açıq-açıq bütün dosiyələrdə kimin adı keçir, kim. Bizdə elə bir Qurbanqanı gölünə daş atıbsan. İndi Epstein məsələsi çıxıb ortaya, bunlar çıxıb dadı, nədir, Səidə Bəhçir qızınla Akif Nağını üzrə çıxardırlar. Ya, bunlar böyük iş görürlər. Anladabildim mi? Nə Akif Nağının, nə də Səidə Bəhçir qızının girdikləri kol var, danışdıkları mövzu. İkisinin də baş üçün deyil. İkisinin də. O zaman sual. Niyə Azərbaycan efirlərində Epstein'la bağlı heç nə yoxdur? Tüm dünya danışır. Medalın ayrı tərəfi var. Sabah Trump ki, o bir adı da var. Deyilənə görə artıq 100 neçə senator imza toplayıb, impeachment'e gedir. Sabah Trump impeachment'e göndərilərsə, yəni istefaya gedərsə, bizim bu Trump'la bağladığımız müqavilələr, sazişlər filan nə olacaq? Trump yolu da nələr olacaq? Biz, yəni, ona görə illərlə dönə-dönə dedim ki, biz nə Trump'a, nə Macron'a, nə Putin'ə, nə Sarkisyan'a, nə bilim, Melikyana ya onları aşağılamaqla, ya da onlara sığınmaqla bizə heç vaxtı bu rahatlıq gətirməz. Biz yalnız o zaman rahat olacaq ki, doğrusunla, yanlışınla, xeyri də bizim, şəri də bizim, öz strateji proqramlarımızın üzərindən öz həyatımızı quracağıq, dövlət olaraq, millət olaraq. İstədi deyirəm da, indi orada impeachment kampaniyası başlanıb, Trump gedəcək, deyək ki, birdən getdi. İndi gedər, getməz mi, o gələcək göstərir, amma məsələ ciddidir. Trump Epstein'in ortasındadır. Bill Clinton Epstein'in ortasındadır. Görün kimlərdən söhbət gedir. Karalyevanın, İngiltere kralının, kral ailəsi Epstein'in içindədir. O zaman bu bizdən yan keçər mi? Və bizdə itən uşaqlar necə olublar? Ora mı gediblər? Və onların o təyyarələr bizə də gəlib bir, onlar nə bilim, bax, bizdə olublar mı? Orada da bəzi şeylər də deyilib, nə bilim, Elmar Məmmədiyarov adı çəkilir, orada bir-iki adamlar gibi. Bunlar hətta o nümayəndə heyəti İlham Əliyevlə görüşüb mü, görüşmüb mü, amma görüş planı tutulub, o var orada danışılır. Bu məsələlər didik araşdırılmalıdır. Və bu işdə suç olan adamlar və Azərbaycan çocuklarının, anaları gözü yaşlı qoyub, Azərbaycan çocuklarının o sapıqların sərəncamına verib də, sonra da burada da cəmaatın günahsız uşaqlarını öyle ya da böyle o İlkin Süleymanov kimi tutup 17-20 il iş verməklə bu boyda ahın günahın altından qalxılmaz. Qalxılmaz qardaşım. Ona görə mən biraz bilmirəm, bəlkə çox mu danışdım, az mı danışdım. Mən hər zaman demişəm, mən doğru bildiklərimi deyərəm. Mən hər zaman dediyim, söylədiyim anda Quran ayəsi qədər həqiqət olduğu inandıqlarımı deyərəm. Mən heç zaman heç kimə böhtan atmadım, yalan danışmadım. Yəni efirdə mən oxucumla, tamaşaçımla hər zaman səmimi və dürüst oldum. Və mənim dediklərim də Quran ayəsi də deyil. Kim inanar, kim inanmaz. Başqa cürə baxanlar da olar. Mən bax, bayaqdan danışıram bu məsələyə. İndi hətta Azərbaycanda təhsilimiz belə, nə bilim, Heydər Əliyevin uzaq görən siyasəti, İlham Əliyevin qurucu siyasəti təhsilimizi bu qədər inkişaf elətdirib, səhiyyəmiz bu qədər uğur qazanıb deyənlər də var. Mən də onlara etiraz edəmirəm. Mən də öz fikrimi deyirəm. Yəni, bu da mənim düşüncələrimdir. Və bu əsnada da, valla, vaxtınızı çox aldımsa, acizanə şəkildə üzr istəyirəm. Yox, indi belə də, bilmirəm, mən çalışıram, bizim bir belə adı da olsun, bu məsələləri müzakirə edən efirlərdə olsun. Amma indi hələlik aldıra bilmirəm, burada bilirsiniz, mənim işim bir aktyorun teatrıdır. Bax, indi Facebookda status yazıram, hatta nədir, TikTokda statuslar paylaşıram, ondan sonra, nə bilim, özümə görə də indi bu düşəndə bax, çıxıb danışıram. Yəni,
bu qədərinə gücüm çatır. Bir insanın nə qədər gücü çatır. Mən Mikayıl Cabbarov deyiləm, 35 nazirlikdə rəhbərlik eləyəm. Tutaq ki, düzdür. Mən tutaq ki, nə bilim indi bu Azərbaycan rəhbərliyinin hamısı İlham Əliyev də Rəhətli Mehriban xanımdır. Bunlar Staxanovçular hamısı. İlham Əliyev bugün də hələ Milli Olimpiya Komitəsinin prezidentidir. Maraqlıdır. Azərbaycan Respublikası prezidenti və Milli Olimpiya Komitəsidir. Nə alakası var? Ondan sonra Mehriban xanım o gimnastika bəlkə bizim nazirlər və nazir səviyyəli adamlar hamısı İdman Federasiyaları prezidentidir. Bu niyə belədir? Onu bilirsiniz də. Ona görə bunlar rahat rüşvət alırlar filan. Çünki bunların beynəlxalq tədbirləri, idman yarışları filan bunlar təmin eləməlidirlər. Hardansa o adın büdcəsində tutaq ki, məsələn üçün Gömrük Nazirliyinin, Gömrük Komitəsinin büdcəsində ayrıca tutaq ki, filan federasiyanı təmin eləmək xərci yoxdur büdcədə, o nəzərdə tutulmur. O zaman bunlar bunu nə ilə təmin edirlər? Ya rüşvətlə, ya korrupsiya ilə bəllidir. Yəni biraz da o idmançıların valideynləri filan, onlar da özləri maraqlıdırlar. Necə deyim? Uşaqları geçsin, inkişaf eləsin, dünyanı görsünlər. Ona görə məni çox da mazur görün. Az danışdımsa çox bilin, çox danışdımsa az bilin. Enində sonunda bir daha deyirəm, mən öz bildiyim həqiqətlərdən danışdım və ürəyim yandı deyə danışdım. Mən bu şeylərə etiraz edirəm, cidden bütün baş və hamısına şiddətlə etiraz edirəm deyə danışdım. Amma indi kimlərəsə xoşdursa, o da onların biləcəyi işdir. Çox təşəkkür edirəm, Allah manda qalan. Bir sağlıq, bir də zadlıq olsa görüşərik.